Tanıyırsınız mı bu xanımı? Valla hələ bu qədər, yəni çevrəmdə dost tanışa rəğmən, yəni rahat bir 350 min, 400 min xərcləyərəm. 400 min manat. Bəli, bəli. Bəlkə Pul də daha xərcləmirsən çox. tanınmaq üçün. Bəli, bəlkə də daha çox. Bəlkə də çox. Tanınmağına görə 400 min manat pul xərcləyibsə, niyə bəs mən tanımıram bu xanımı? Tanıyanlar varsa yazsın. Desəm ki, yalan danışır, hardadır bu xanımda o qədər pul, amma dürüst xanıma oxşuyur insafən. Ya xanımın pulunu ələ keçirib əməlli başlı aldadıb soyublar, ya da ki sponsoru zadı varsa o aldadıb deyib ki 400 min manat pul xərcləmişəm sənə. Az pul deyil, 400 min manata 2 gözəllik salonu, 2 dənə də mağaza alıb arendaya versəydi, bəlkə də ayda 20 mindən çox qazanardı. Daha gedib onu bunu əyləndirib mahnı oxumazdı ki. Mən ayda 20 manat telefon haqqı ödəyirəm. Rayət İmam Əliyev vətəndaş mövqeyimlə qarşınızdayam deyib, bu xanımdan çox tanınıram. Xanım səmimidir, videosuna tam baxdım, deyir ki, bəzən toylara gedəndə günü 100 manata gəlib oxuyanları gözəl səsinə qulaq asanda öz səsimdən utanıram. Səsləri var, amma reklamları yoxdur deyə tanınmırlar. İstedadları da içki məclislərində, toy məclislərində məhv olur. Çox doğru deyir. Bu camiədə reklam istedadı məhv edir. Elə hər bir peşənin yazılmamış qanunları var. İndi qulaq asın deyim. Təbii ki, sadaladıqlarım sənət və peşə adamlarının hamısına yox, amma bir çoxuna aiddir. Müğənni xanım olmaq üçün mütləq silikonlaşmış bədən, həci sponsor olmalıdır. Prodüser olmaq üçün ya cinsi azlıq olmalısan, ya da onlar kimi qız kimi incə, əl-qol, yeriş hərəkətlər etməlisən. Gözəllik salonunda işləyirsənsə, ya ərindən boşanmalısan, ya da mütləq padruqaların, müştərilərin başını dolduracaq ki, pul qazanırsan, ərin eynisən, azad həyat yaşa, beynini doldurub boşatdıracaqlar. Həkimsənsə yazı xəttin ilan qurbağı olmalıdır. Müəllimsənsə uşaq hazırlaşdırmalısan ki, savadsız deməsinlər. Taksi sürücüsənsə mütləq maşınında ya Dağlar oğlu Dağlar mahnısı, ya da Baləlinin Çıtraxuda meyxanası səslənməlidir. Sevgili qız sevdiyi oğlanın içalatına kimi saldırmasa mümkün deyil. Bir gənc müəllim tanıyıram. 15 gündür öz müəllim yoldaşı olan bir qıza sevgi bəsləyib və onu restorana dəvət edib. Evində çilçə balığı görməyən müəllimə qız restoranda asatrin qızıl balıq sifariş verib, müəllimin bir aylıq maaşını bircə gündə restoranda xərclətdirib. Oğlan o qaçan qaçıb qızdan. İndi TikTokda baxıram hərdən. Qız qəmli şeirlər səsləndirib paylaşır ki, nə oldu saf sevgimizə, bir vəfa çıxdın, qayıt gəl. Hara qayıdır? Səndən canlı zorla qutarıb, bir də qaydandı mı? Nəysə uzatmayayım. Nə olursunuzsa olun, amma özünüz olun, səmimi olun. Görünən kəndə bələdçi lazım deyil.